narazı olan valideynlər var ki, uşaqları yatmayanda səhər işə də getməlidirlər və düşünürəm ki, ümumiyyətlə yatmayan bir uşaq səhər də çox yaxşı şəkildə inkişaf eləyə bilməz. Səhər saatlarında bizə gələn autizmli uşaqlar var ki, valideynləri deyir ki, biz səhər gətirə bilmirik uşağı, çünki uşaq gecələr yatmayıb. Mən soruşuram ki, nəyisə içirmi, melatonin qəbul eləyirmi yoxsa yox? Deyirlər ki, yox, qorxuruq, uşağa asıllıq verər və biz dərmana qarşıyıq. İstəyirəm siz bununla bağlı məlumat verəsiniz ki, melatonin nə qədər uşağa ziyanı ola bilər və ya uşaqda asıllıq yaradarmı? Melatonin asıllıq yaradırmı? Yox, melatonin asıllıq yaratmır. Melatoninin yarın təsirləri varmı? Təbii ki, var. Bütün dərmanların olduğu kimi. Böyüklərdə daha geniş istifadə olunur. Hətta xaricdə marketlərdə belə melatonin satılır. Uşaqlara biz onu düzgün dozdan mütləq şəkildə lazım olan şey. İndi bir başqa məsələ də var ki, sizin uşağımıza verdik və üzümüz ağ oldu, amma bütün uşaqlara veririk üzümüz ağ olur kimi də deyil burada. Yuxu pozuntusu yetərincə ciddidir. Çox analar bununla bizə müraciət edir. Mütləq şəkildə yenə də düzgün bir anamnez toplanmalıdır. Çoğu zaman bu yuxu pozuntusu sadəcə anaların düzgün davranışı ilə, o yuxu tərbiyəsinin verilməməsi ilə əlaqəli olur.